Yol nişanlarının əsas funksiyası sürücüləri doğru istiqamətə yönəltməkdir. Amma bəzən yol nişanlarının qarşısında yaradılan süni maneələr sürücüləri həm çaşbaş, həm də xərcə salır. Elə Qubada olduğu kimi. Şəhərin 22-ci məhəllə adlı küçəsində bazar və iri ticarət obyektləri yerləşdiyindən insanların və nəqliyyatın gür olduğu ərazilərdəndir. Məhz bunun üçün də ərazidə tıxac yaranmasın deyə yol nişanlarına ehtiyac var. Yox, elə bilməyin küçədə yol nişanı yoxdur. Var, sadəcə bilinmir sürücülər üçündür ya piyadalar üçün. Nişan süni şəkildə gizlədilib. Bu vəziyyətdən sürücülər də şikayətlənir. Dediklərinə görə görünməyən nişanın tələblərini pozduqları üçün Dövlət Yol Polisi tərəfindən cərimə olunurlar. Digər tərəfdən isə qəza şəraiti yaranır. Sən görmürsən, saltırlar deyirlər ki, cəriməni pozdun. Bu da yəni düzgün şey deyil. Mən məsləhət görərdim ki, görünən yerlərdir. Bu hamısı görünməlidir. Yəni ki, elə yerdə qoysunlar ki, cəmaət görsün, gedə bilsinlər yolunu düzəməlilər. Çətinlik ne çəkmir, görmür, keçiriş cəzasını alır, çıxıb gedir işi dalıca. Görmür də görmədi. Neynəməlidir? Yaxşı olar ki, Yaxşı olar ki, ayıqda olsun, biz göz görünən yerdə olsun, kölgədə olmasın. Buna belə olmalıdır da. Məsələyə Quba rayon Dövlət Yol Polisi bölməsindən şifahi mövqe bildirildi. Bölmənin inspektoru Azad Əsədovun verdiyi məlumata görə son günlər şəhərin Heydər Əliyev prospektində, Fətəli xan və digər küçələrində yeni nişanlar qoyulub. 22-ci məhəllədə yaranmış problemlə bağlı isə tezliklə tədbir görüləcək.